Salamlar, vaxtınız xeyir. Bu günlər After Effects dərsinə başlayırıq. Proqramı açanda bu tipdə bir pəncərə çıxır. Burada istifadə elədiyiniz əvvəlcədən açdığınız fayllardır. Fayllar deyəndə After Effects fayllarıdır. Open Project ilə siz özünüz aça bilərsiniz yenidən istədiyinizi. Və yaxud da buradan X-ə basaraq çıxa bilərsiniz. After Effects-də bizim əsasən işləməyə başlamamışdan əvvəl bir-iki dənə şey bilməliyik. Timelapse hissəsi. Burada elementlərimizi import edib vaxt qoyacaq ki, hansı saniyədə, hansı frame-də görsənsin. Sol tərəf bizim library hissəmiz kimi fəaliyyət göstərəcək. Orada faylları atacaq, oradan da bura import edəcəyik və əsas görünüş olan hissə. Üstünə basıram New Composition-ın. Burada adı gəlir, istədiyim adı yaza bilirəm. Misal üçün comp nömrə 1. Burada istədiyim ölçüləri seçə bilirəm. Hansı tipdə olsun. Social media, HDV, film 4K keyfiyyətli və s. Lap bunların heç birisini qoymaq istəməsəm belə, mən burada ölçünü onu dəyişə bilirəm. Mən bilirəm ki, 1920-nin 1080-da mənim deyəndə ümumi ekranın ölçüsüdür. 1920 piksel belədir, 1080 piksel belədir. Mütənasiblik budur. Bunu dəyişəndən sonra buradakı rəqəmlərdə fikir verirsə, avtomatik dəyişdi. Bunu bağlayıb, lock eləyib, birisini tərəf edəndə ikincisini də tərəf edə bilirəm. Burada nə deməkdir? Burada nə yazsam, həmin mütənasibliyi 16-ın 9-a saxlamaqla mənə fayl yaradacaq. Yaman çox düşündüm. Okay, faylım açıldı. İndi mən səhvən bunu yaratmış da ola bilərəm. Hər hansı bir səhv bir nastroyka settingsdən hər hansı bir səhv şeyi seçə bilərəm. Bunu dəyişmək üçün Ctrl-K-nın üzərinə basıram və bayaqkını davam elətdirirəm. Və bayaqki mütənasibliyi yığışdırım və burada preview aktiv olmalıdır. Aktiv olmazsa sizdə mənlikdə kim olmayacaq. Buradakı ölçünü götürüb dəyişə bilirəm ki, görüm hansı formada alınır. Amma preview bağlı olsa, mən bayaq hansı ölçünü qoymuşdumsa, orada qalacaq. İndi bunu eləyim 1920, 1080 və misal üçün siz burada əsas bunu bilməyiniz kifayətdir. Misal üçün keyfiyyəti 2 qat artırmaq istəyirsə, ulduz 2-ni basmaqla həmin ölçüyə nail ola bilərsiniz. Və yaxud da indi böl 2 eləyim. Kənara bassam, avtomatik olaraq bayaqki ölçüm alınacaq. Burada square pixels qalsın hələ ki, buna dəymirik. Frame rate. Frame haqqında anlayışınız yoxdursa, məsləhət görən videonu saxlayıb, hər hansı bir süni intellektdən soruşasınız. 1 saniyədə neçə frame olur və s. Standart 24 verir After Effects. Elə bunda qalmaq yaxşıdır ki, kompüteriniz tutulmasın, daha böyük proyektlər işləyəndə əziyyət çəkməyəsiniz. 30 da qoymaq olar, 60 da qoymaq olar, o şeyə görə dəyişir. Bu resolution, bu sadəcə viewportun resolutionudur, bu render təsir eləmir, burada istədiyiniz şeyi seçə bilərsiniz. Hələlik full qalsın. İndi keçək, buna dəymirik, olduğu kimi qalsın. Keçirik duration'a. Duration'da da nədir məntiq? Gəlin belə eləyək. Standart belə olur. Birinci saatdır, birinci 0, ikinci dəqiqədir, saniyə və frame. Yəni frame'i bilmirsinizsə, yazın, öyrənin. Burada da background color, nə rəngdə olsun fonumuz. Olsun, misal üçün, ağ. OK, basıram. Burada advanced və 3D versiyası var. Bunun üçün gələcəkdə istifadə edəcəyik. Hələlik, baxaq, 24 frame qaldı, düzdür. İndi bizim vaxtımız olacaq 3 dəqiqə. 3 dəqiqə deyirəm, 3 saniyə. Bunu mən 3 dəqiqə eləyim. Misal üçün. Ya da ki, elə olsun. Səhv vaxtım oldu. 3 dəqiqə. 15 saniyə. 30-45 və s. Belə gedir 3-cü dəqiqəyə kimi. Əgər sizdə belə bir problem çıxdısa,
Buradakı kimi. Yəni heç nə görsənmir. Neçə saniyə. Yəni köhnə versiyalarda nədir? Burada ekran qaralır bu hissə və burada bir nida işarəsi gəlir qırmızı rəngdə. Bu da Caps Lock-un açıq olmasına görədir. Caps Lock-u bir dəfə basacaqsınız, özünə gələcək. Okey. Hələlik bu qədər.